Qida Təhlükəsizliyi Agentliyi heyvan bazarlarında monitorinqləri davam etdirir. Növbəti nəzarət tədbiri Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında keçirilib. Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib. Yerində aparılan yoxlamalar nəticəsində heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə sahibkarlara müvafiq tövsiyələr verilib. Qərarla tanış oldum, oxudum. İnşallah yaxın vaxtlarda, günlərdə belə deyək, qərarda göstərilən nöqsanları tezliklə aradan qaldıracağım. Yaxın günlərə Bərdə bazarı fəaliyyətə başlayacaq. Bərdə bazarında satıcılar bazarın müvəqqəti bağlanması qərarını dəstəklədiklərini bildiriblər. Onlar qeyd edir ki, bu müddət ərzində bazar tam təmizlənməli, dezinfeksiya və digər sağlamlaşdırma tədbirləri aparılmalıdır. Satıcılar həmçinin qeyd edirlər ki, bazar şəraiti qaydaya salındıqdan sonra fəaliyyətin təhlükəsiz şəkildə bərpa olunması vacibdir. Onlar hesab edir ki, bu addım həm heyvanların sağlamlığı, həm də alıcıların rahatlığı üçün önəmlidir. Sahibkarlar da öz mallarının xəstəliyini aradan qaldırandan sonra daha gözəl bazarımız işləyəcək. İnşallah bazarların özündə də olan nöqsanlar aradan qaldırırlar. Biz də gələrik, həmişəki qaydada malqaramızı satarıq, gedərik. O da hər həftə də yenə dərmanlayırlar. 2-ci günü, 5-ci günü maşınlar gəlir, dezinfeksiya eləyirlər. Qeyd edək ki, episodik sabitliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma tədbirləri həyata keçiriləcək. Qeyd etmək istəyirik ki, sözügedən məhdudiyyətlər heyvan kəsim məntəqələrinə aid edilmir. Belə ki, sahibkarlar tərəfindən heyvanları təsərrüfatlardan alaraq aparıb akta tərəfindən qeydiyyatdan keçmiş, kəsimxanalarda kəsdikdən sonra satışını həyata keçirdə bilərlər. Bundan əlavə istehlakçılara da bildirmək istəyirəm ki, ət alarkən diqqətli olsunlar, mütləq qaydada üzərində möhrü olan və müvafiq sənədlə təqdim edilmiş ət almaları zəruridir. Qeyd edək ki, heyvan bazarlarında tələb olunan infrastruktur təmin edildikdən və baytarlıq sanitariya tədbirlərinə uyğun şərait yaradıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.